Bu tip sualları həll etmək üçün oxşarlığı bilmək vacibdir. Görürük ki, ABCD düzbucaqlısı verilibdir. Bilirik ki, düzbucaqlının bütün bucaqları 90 dərəcədir. Və burada yaranan ABY düzbucaqlı üçbucağında BF hündürlükdür. Hündürlüyün də qaydası belədir ki, H bərabərdir kök altında AF vurulsun FY, yəni 4 vurulsun 1. Bu da edər 2. Daha sonra burada bucaqları adlandırarıq. Bu hissəni 2 tapdıq. Burada bucaqları adlandırsaq, bu bucaq alfa olarsa, o zaman bu bucaq da alfa olar. Çünki bunlar çarpaz bucaqlardır. Bu bucaq beta olarsa, onda bu bucaq da beta olar. İndi isə oxşarlığa əsasən, deməli AF D üçbucağına baxsaq, həmən üçbucaqda alfanın qarşısında duran 4-ün, digər tərəfdən BFY üçbucağında alfanın qarşısında duran 1-ə nisbəti, yenidən burada beta'nın qarşısında duran x-in, bu beta'nın qarşısında duran 2-yə nisbəti. Buradan da x bərabərdir 8 taparıq. Deməli, DF parçasının uzunluğu 8 imiş. Bu sualda deyilir ki, A-nın hansı ən kiçik tam qiymətində tənliklər sisteminin x, y həlli üçün x və y sıfırdan böyük şərtləri ödənilir. Əvvəlcə biz buradan x və y-i tapmalıyıq. Bunun üçün birinci dəfə tənliyi toplayaq tərəf-tərəfə. Buradan y-lər islah gedər, qalar 2x bərabərdir 3a çıxılsın 4. X bərabərdir 3a çıxılsın 4 bölünsün 2. Digər tərəfdən y tapmaq üçün bu tənliyi tərəf-tərəfə çıxarıq. Bu zamanda x-lar islah gedər və qalar 2y bərabərdir a çıxılsın 12. Y də bərabərdir a çıxılsın 12 bölünsün 2. Və daha sonra verilən şərtlərə əsasən x və y-i sıfırdan böyük götürərik. 3a çıxılsın 4 bölünsün 2 sıfırdan böyükdür. Deməli 3a çıxılsın 4 də sıfırdan böyük olmalıdır. Bu zaman a böyükdür 4 bölünsün 3. Yəni 1 tam 3də 1. Digər tərəfdən a çıxılsın 12 bölünsün 2 sıfırdan böyükdür. A çıxılsın 12 də sıfırdan böyükdür. A da böyükdür 12-dən. Və a-nın hansı ən kiçik tam qiymətində deyir bizə. Burada 1 tamdan böyükdür a, burada da 12-dən böyükdür. Hər iki şərti ödəməsi üçün biz burada 12-dən böyüyü götürməliyik. Çünki ədəd oxunda da qeyd etsək, görərik ki, burada 1, burada da 12 yerləşir. 1-dən böyük ədədlər sağdadır, 12-dən böyük ədədlər də sağdadır və hər ikisinin 2 dəfə ştrixləndiyi yer bu hissədir. Yəni 12-dən böyük ədədlər. Deməli 12-dən böyük ən kiçik ədəd 13-dür. Cavabımız olar 13. Bu sualda bilməliyik ki, A təpəsindən çəkilmiş düz xətt. Əgər bərabər məsafələr ayırırsa da, bu zaman həmən düz xətt tənbölən olur. Yəni bunu alfa-alfa adlandırırıq. Əgər bu isə x-dir, bunu bizə şərtdə veribdir. Bura 12-dir, deməli burada 12 olmalıdır. Çünki bunların nisbətləri bir-birinə bərabərdir. Burada AB-ni 20 olduğunu görürük. AC 12-dir, onda biz buradan BC-ni tapa bilərik. Bunun üçün Pifaqor teoremindən istifadə edirik. BC bərabərdir. Kök altında 20-nin kvadratı çıxılsın 12-nin kvadratı. Bu da eləyər 16. Bura 16-dır. Bu hissə CD hissəsi x-dir. Bu zaman DB hissəsinə qalır 16 çıxılsın x. Və ABC üçbucağında tənbölənin xassəsini tətbiq edirik. Yəni AC-nin CD-yə nisbəti bərabərdir AB-nin BD-yə nisbətinə. AC 12-dir, CD x, AB 20-dir, DB isə 16 minus x. Buradan da x-i tapırıq ki, 6-dır. Deməli, CD tərəfinin uzunluğu 6 imiş. Bu sualda bir qaydan bilmək lazımdır ki, burada verilən 2-5 parçasındakı həllər elə bu tənliyin kökləridir. Yəni ki, bunun x1-i 2-dir, x2-si isə 5-dir. Biz bilirik ki, tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci həddə bərabərdir. Yəni x1 üstəgəlsin x2 bərabərdir, 3b çıxılsın 11-ə. Tənliyin köklərinin hasili isə, yəni x1 vurulsun x2 bərabərdir, 6c çıxılsın 2-yə. İndi isə x1 ilə x2-nin qiymətlərini gətirib yerinə qoyarıq. Yəni 3b çıxılsın 11 bərabərdir 7, 6c çıxılsın 2 bərabərdir 10. Bir dəfə köklərinin cəmini yazdıq, bir dəfə də hasilini yazdıq. 3b bərabərdir
18, B bərabərdir 6, 6C bərabərdir 12, C bərabərdir 2. Bizdən də B və C parametrlərin ala biləcəyi qiymətlərin cəmini tapmaq tələb olunurdu. B-nin qiyməti 6, C-nin qiyməti isə 2-dir. 6 üstəgəlsin 2 bərabərdir 8. Bu tip sualları da həll etmək üçün yenə də köklərinin cəmini bilirik ki, x1 üstəgəlsin x2 bərabərdir. Əks işarə ilə götürülmüş ikinci ət. Burada da mənfin qabağa atsaq, olar 2m çıxılsın 5. Köklərin hasili isə x1 vurulsun x2 bərabərdir. Mənfi 2m. Və tənliyin köklərinin kvadratları cəmi. x1-in kvadratı üstəgəlsin x2-in kvadratı. Bunu biz köməkçi bucaq düsturu ilə açsaq, x1 üstəgəlsin x2-nin kvadratı çıxılsın 2x1, x2 alarıq və qiymətlərini gətirib yerinə qoysaq, deməli 2m çıxılsın 5-in kvadratı çıxılsın, qabaqdakı mənfi ilə də toqquşsa, o zaman olur 4m. Bizdən də m-in kiçik qiymətini istəyir. Deməli 2m çıxılsın 5 bərabərdir 0 olsa, 2m bərabərdir 5 olar. M də bərabərdir 2,5. Cavabımız olur B variantı. Bu tip sualların davamı üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.